Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Əziz qardaşlar, danışmaq istədiyim mövzu hidayətlə təqvanın, tövhidin əlaqəsidir. Və bu barədə də Allah-u Teala məhz Bəqərə surəsinin elə ilk ayələrində bəhs etmişdir. Və istərdim ki, o ayətlər haqqında qısa bir məlumat verim. Bəqərə surəsi bildiyimiz kimi Quran-ı Kərimdə Fatihədən sonra ikinci surədir və ayətlərinin və səhifələrinin sayına görə birinci yerdədir. 50 səhifədən ibarətdir. Yəni, ən böyük surə Quran-ı Kərimdə Bəqərə surəsidir və həmçinin Bəqərə surəsində ən əzəmətli bir ayə vardır ki, o ayə də hansıdır? Ayət-əl Kürsi, Bəqərə surəsinin 255-ci ayəsi. Və Bəqərə surəsi də Bismillahirrahmanirrahim, Əlif, Ləm, Mim ilə başlayır. Və ondan öncə isə Bismillahirrahmanirrahim dedik. Bismillahirrahmanirrahim bu Bəqərə surəsindən deyil. Yəni, surələrin açılışında başlıq olaraq gəlir. Tövbə surəsi istisna və müstəqil ayə də deyil. Lakin yeganə bir ayə vardır ki, orada Bismillahirrahmanirrahim həmin o surədə müstəqil ayə olaraq zikr olunur. O da Nəml surəsidir. İnnəhu min Süleyman və innəhu Bismillahirrahmanirrahim. Həqiqətən o Süleyman tərəfindəndir və o mərhəmətli və rəhimli Allahın adı ilədir. Və buna görə də bütün surələrin başında Tövbə surəsi istisna hamısında Bismillahirrahmanirrahim zikr olunur. Və Bəqərə surəsində birinci ayəsi elə Əlif, Ləm, Mimdir. Lakin Əlif, Ləm, Mim nədir? Bu barədə də elm əhlinin müxtəlif görüşləri vardır. Yəni, geniş bəhs etmişlər. Lakin qısa olaraq qeyd edək ki, Əlif, Ləm, Mim hərflərdir. Yəni, onun mənası Allaha aiddir. Yəni, xüsusi bir təfsiri yoxdur, mənası yoxdur. O mənada ki, yəni Allah-u Teala bu hərflərdən, yəni Əlifdən, Ləmdən, Mimdən tərkiblənərək həmin o Quran-ı Kərimi nazil etmişdir ərəb dilində. Düzdür, yəni elm əhlindən bəziləri də deyir ki, burada nəzər tutulan Əlif, Ləm, Mim, yəni bu Allah-u Teala'nın min əsmə ilə Allahın isimlərindəndir. Tək Əlif, Ləm, Mim yox. Digər surənin başında gələn misal üçün Sad, Yasin, Həmim, Əlif, Ləm, Mim, Sad və digərləri. Bunlar hamısı Allahın isimləridir və yaxud da ki, Allahın isimləridir və burada Allaha ant qəsd olunur. Lakin dedik ki, daha səhih olan odur ki, doğrusunu Allah bilir. Yəni, Allah-u Teala bu hərflərdən təşkil olunaraq Quran-ı Kərimi nazil etmişdir ərəb dilində. Və sonra isə Zəlikəl kitəbu lə raybə fi hudəllil muttəqin. İkinci ayət-i kərimdə Allah-u Teala buyurur ki, bu kitab elə bir kitabdır ki, onda heç bir şək şübhə yoxdur. Və burada da bir, subhanallah, bir möcüzə vardır. Yeganə kitabdır ki, Allah-u Teala bütün bəşəriyyətə, bütün insanlara meydan oxuyur. Və deyir ki, bu elə bir kitabdır ki, bu kitabda heç bir şək şübhə yoxdur. Adətən başqa kitablarda, yəni müəlliflərin kitabın sonunda yazısını görürük. Hansı yazısını görürük? Qeyd edirlər ki, kitabda hansısa bir xəta və yaxud da ki, başqa bir şey görsəniz, filan ünvana yaza bilərsiniz. Lakin yeganə kitabdır ki, Allah-u Teala deyir ki, bunda heç bir şək şübhə yoxdur və meydan oxuyur. Və Avropada ingilis bir araşdırmacılardan biri bu ayətin səbəbi ilə hidayət olunur. Deyib ki, yəni, necə ola bilər ki, kitabı yazan, kitabı nazil edən, yəni təbii ki, Allah-u Teala'dır, meydan oxuyur, deyir ki, bu kitabda heç bir şək şübhə yoxdur. Deməli, bu Allah-u Teala tərəfindən nazil edilmiş bir kitabdır və ondan sonra bu ayət-i kərimin səbəbi ilə hidayət olunur. Və Allah-u Teala həmin o ikinci ayənin sonunda isə deyir ki, hudəllil muttəqin. O, müttəqilər üçün, yəni müttəqilər də burada nəzərdə tutulan kimlərdir? Allahdan qorxanlar. Allahdan qorxanlar üçün hidayət mənbəyidir. Başqa bir ayət-i kərimdə isə, başqa bir surədə isə Allah-u Teala buyurur ki, hudəllinnəs. Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an hudəllinnəs.
Ramazan ayı o ay ki, bu ayda Quran-ı Kərim nazil oldu insanların hidayəti üçün. Və burada ümumi olaraq Allah-u Teala zikr edir ki, bu Quran-ı Kərim insanların hidayəti üçün nazil olmuş kitabdır. Lakin xüsusi olaraq isə Allah-u Teala yenə Bəqərə surəsinin 2-ci ayəsində məhz bu ayət-i kərimdə buyurur ki, müttəqilər üçün, Allahdan qorxan üçün hidayət mənbəyidir. Hidayət kitabıdır. Və hidayət kitabda dedikdə, yəni hidayət də dedik ki, insanın tövhidi ilə bağlıdır. Yəni tövhidi nə qədər güclü olarsa, onun hidayəti də artar. Nə qədər zəif olarsa, hidayəti də zəifləyər. Yəni bunlar bir-birləri ilə paralel səviyyədə, dərəcədə gedirlər. Yəni insan ona görə də bu məsələdə xüsusən tövhidini hər anında gücləndirməlidir, qüvvətləndirməlidir ki, onun hidayəti də artsın. Yəni hidayət elə bir şeydir ki, tövhidin səbəbi ilə hidayət olunduqdan sonra Allah-u Teala onu həm bu dünyada sabit edir, həm də ahirəti. Necə ki, Allah-u Teala İbrahim surəsində buyurur ki, "Yusabbitullahul-lezine amanu bil-qawli-s-sabit fil-hayatid-dunya vel-axirə." Allah-u Teala sabit bir qavl ilə, söz ilə insanlar, möminləri, yəni müsəlmanları dünya həyatında və axirətdə sabit edir. Yəni qədəmlərini sabit edir. Və bu da nədir? Bu söz də nədir? Sabit söz də nədir? La ilahə illallah, tövhid kəlməsi. Və həmçinin Allah-u Teala növbəti ayətində isə Bəqərə surəsinin 3-cü ayəsində buyurur ki, "Huden lil-muttaqin vellezine yu'minun bil-gayb." O kəslər ki, qeybi iman gətirənlər. Və Allah-u Teala ilk olaraq möminlərin sifətlərini zikr edərkən ilk qeyd etdiyi şey qeybi imandır. Və qeybi iman da dedikdə bizim üçün, yəni müsəlmanlar üçün gizli olan, görmədiyi, qeybdə olan hər bir şey nəzərdə tutulur. Yəni Allah-u Teala'nın və həmçinin Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin xəbər verdiyi bütün şeylər. İstər bu gələcəkdə olsun, gələcəklə bağlı olan məsələlər olsun, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin deməsi ki, misal üçün qiyamətə yaxın filan şeylər olacaq və s. və s. Ona iman gətirməsi və yaxud da ki, keçmiş haqqında qövmlərin, peyğəmbərlərin qissələrini bizə danışması. İstər Allah-u Teala, istərsə də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Bizim üçün bu qeybdir. Lakin biz ona iman gətiririk. Və məhz bu səbəbdəndir Allah-u Teala buyurur ki, "Vəllezine yu'minun bil-gayb." O kəslər ki, qeybə iman gətirənlər. Qeybə iman gətirənlər. Yəni möminin ən əsas sifətlərindən də biri nədir? Onun qeybə iman gətirməsidir. Sonra isə Allah-u Teala deyir ki, "Və yuqimunəs-salah." Namazlarını əda edirlər. Baxın, burada diqqət edin, Allah-u Teala demir ki, namazları qılarlar. Yəni namaz qılmaq başqa, namazı əda etmək başqa. Namazı əda etmək onun vaxtını qorumaqla, rukunlarını, vaciblərini yerinə yetirməklə, namazı tələsərək qılmamaqla olur. Yəni bu şəkildə biz namazı doğru və düzgün şəkildə əda etmiş oluruq. Məhz Allah-u Teala'nın da bizdən istədiyi budur. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir dəfə görür ki, bir kişi namaz qılır. Namazı bitirdikdən sonra ona deyir ki, "İrci fəsalli fə innəkə ləm tusalli." Qayıt namaz qıl, çünki sən namaz qılmadın. Və kişi qadir yenə namaz qılır, sonra yenə gəlir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm eyni şeyi yenə ona təkrarlayır. Və yenə gedir, yenə eyni şey və sonda isə deyir ki, "Ey Allahın Rəsulu, nəfsim məlimdə olan Allah'a and olsun ki, yəni bundan artıqını bacarmıram. Mənə öyrət." Yəni harda səhv edirəm və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm o zaman ona təkbirdən salama qədər ona necə namaz qılmağı başa salır ki, yəni Fatihəni oxuyarkən aram-aram oxu, tələsmə, rukuya gedərkən rukuda belin düz qalsın, tələsmə, bütün oynaqların yerini alana dək sabit qal. Qalxdıqdan sonra eyni şəkildə sabit qal, tələsmə, səzdəyə gedərkən səzdəndə də o şəkildə tələsmədən səzdələrini et. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm başqa hədisində buyurur ki, yəni toyuğun dimdikləndiyi kimi dimdiklənməyin. Səzdə edərkən səzdədə qalın. Yəni tələsmədən. Bu da onu göstərir ki, yəni Allah-u Teala'nın bizdən istədiyi bu şəkildə namaz qılmaqdır. Məhz bu ayətdə də Allah-u Teala deyir ki, "Vəllezine yu'minun bil-gayb və yuqimunəs-salah." Namazlara qalxırlar, namazlarını yəni doğru və dürüst şəkildə əda edərlər. Və bu da ikinci sifət idi. Üçüncü sifət isə "Və mimmə razaqnahum yunfiqun." Və onlara verdiyimiz ruzidən sərf edərlər, nəfəqə edərlər, sədəqə edərlər və s.
Və burada da nəzərdə tutulan nədir? Çox insanlar, müsəlmanlar belə başa düşür ki, burada ruzi deyildikdə insanın əlində olan mal dövlətdir, puldur və s. Yox, yəni düzdür, bu da ona aiddir, lakin həqiqətdə isə tək buna aid deyil. İnsanın gücü, qüvvəti, eyni zamanda elmi və vəzifəsi və s. Bunlar hamısı onun ruzisidir. Əgər o insanlara gücü qüvvəti ilə yardım edirsə, elmi ilə yardım edirsə, elmi yayırsa, əlhəmdülillah, bu da bu ayətə daxil olmuş olur. Yəni, burada tək nəzərdə tutulan heç də nədir? Mal-dövlət ruzisi nəzərdə tutulmur. Yəni, ruzi məfhumu geniş bir məfhumdur. Allah-u Teala da məhz 3-cü sifət kimi bunu qeyd edir ki, o müsəlmanlar ki, Allah yolunda nədir? Onlara verdiyimiz ruzini sərf edəyənlər və ruzini verən də Allahdır. Necə ki, Allah-u Teala deyir ki, وَمِمَّا رَزِقْنَاهُمْ يُنْفِقُونَ və bizim onlara verdiyimiz ruzidən Allah yolunda sərf edəyərlər. Və sonra isə Allah-u Teala növbəti ayətdə buyurur ki, وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ O kəslər ki, sənə nazil olanlara və səndən öncəki peyğəmbərlərə nazil olanlara iman gətirənlər və axirətə inananlar. Və Allah-u Teala burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə göndərilən kitaba və eyni zamanda onun sünnəsinə də iman gətirməyi, inanmağı əmr edir. Yəni, müminin sifətlərindəndir ki, tək Quran-ı Kərimə yox, eyni zamanda Quran-ı Kərimlə bərabər göndərilən sünnəyə də iman gətirməlidir. Çünki Allah-u Teala Nəzm surəsində nə buyurur? وَمَا يَنْتِقُ عَنِ الْحَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى O dediyi nədir? Öz havasından deyil, yəni öz nəfsi ilə danışmaz, onun dedikləri, danışdıqları yalnız vəhidir. Və buna görə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin də sünnəsi buna aiddir. Yəni, həqiqi mömin, həqiqi müsəlman həm Quran-ı Kərimə, həmçində onun paralelində sünnəyə də iman gətirməlidir ki, necə ki, bu ayət-i kərimdə də Allah-u Teala buyurur ki, sənə nazil olunana. Sənə nazil olunan nədir? Ey Peyğəmbər, Quran və eyni zamanda sünnə. وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ Səndən öncəki peyğəmbərlərə nazil olunanlara. Onlar da nədir? Bizdən öncəki peyğəmbərlərə hansı kitablar nazil olmuşdur? Bizə məlum olanlar. Misal üçün, Musaya Tövrat, İsa'ya İncil, İbrahimin səhifələri, Davuda Zabur və s. Biz hamısını onlara iman gətirmişik. Və hamısına peyğəmbərlərə və peyğəmbərlərlə bərabər göndərilən kitablara da iman gətirmişik. Düzdür, biz onların şəriətini, oradakı olan hökmləri qəbul etmirik. Çünki artıq İslam şəriəti gəldikdən sonra və Quran-ı Kərim nazil olduqdan sonra o biri kitabların hamısını nəsx etdi və onların şəriətini də nəsx etdi. Yəni, hökmdən saldı. Lakin biz onlara iman gətirmişik, inanırıq, qəbul edirik. Əməl baxımından isə, hökm baxımından isə xeyr. Və Allah-u Teala da məhz, yəni möminlərin sifətlərindən biri olaraq bu ayət-i kərimdə qeyd edilir ki, sənə və səndən öncəki peyğəmbərləri göndərilən kitablara iman gətirənlər və yenə də axirətə yəqin olanlar, axirətə inananlar. Baxın, burada yenə də Allah-u Teala ikinci ayətdə dedi ki, qeybə iman gətirənlər. Axirətə iman gətirmək zaten qeybin içərisindədir. Yəni, çünki gələcəklə bağlı olan bir şeydir. Lakin xüsusi olaraq Allah-u Teala axirəti də qeyd edədir. Çünki axirətə iman müminin ən əsas iman gətirdiyi məsələlərdən biridir. Yəni, Allah-u Teala özünə imanla axirətə imanı bir çox ayət-i kərimdə bərabər şəkildə zikr etmişdir. Necə ki, Allah-u Teala bir çox ayətlərdə deyir ki, o kəslər ki, Allaha və axirət gününə iman gətirənlər. Allaha və axirət gününə iman gətirənlər. Buna görə də Allah-u Teala xüsusi olaraq ikinci ayətdə baxmayaraq ki, qeybi imanı zikr edir və bu növbəti ayədə isə yenə də axirət imanı qeyd etmişdir. Və Allah-u Teala növbəti ayətdə isə buyurur ki, "Ulaika ala hudan min rabbihim və ulaika humul muflihun." O kəslərdir, yəni Allah-u Teala bunları zikr etdikdən sonra deyir ki, "Ala hudan min rabbihim." Rəbbi tərəfindən hidayət olunan kəslər onlardır və ulaika humul muflihun. Və həqiqətən də nicat tapanlar, qurtuluşa varanlar da onlardır. Və burada da fikir versək görərik ki, Allah-u Teala yenə də hidayəti özünə məxsus etdi. Yəni, hidayət verən Allahdır. Yəni, heç kəs yeməməlidir ki, mən öz elmimlə, öz zəhdimlə, öz fəzilətimlə, xeyrimlə
öz araşdırmamla hidayət olunur. Xeyr. Yəni Allah-u Teala istəməsəydi biz hidayət oluna bilməzdik. Və əgər kimlərisə biz hidayətinə səbəb olmuşuqsa, bizim əlimizlə hidayət olmuşlarsa, biz də onları hidayət etməmişik. Onlara da hidayəti verən Allahdır. Hidayəti onların qəlbinə salan Allahdır. Lakin biz vəsilə olmuşduq. Buna görə də Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, İnnəkə lə təhdi mən əhbəbt, vələkin Allah yəhdi mən yeşə. Həqiqətən sən, ey Peyğəmbər, burada xitab Peyğəmbərədir, Peyğəmbərimiz sallallahu aleyhi və sələmədir. Sən sevdiyinə, istədiyinə hidayət edə bilməzsən, lakin Allahdır istədiyinə, sevdiyinə hidayət edən. Peyğəmbərimiz sallallahu aleyhi və sələm baxmayaraq ki, əmisi Əbu Talibi çox sevirdi və onun hidayəti üçün çox çalışırdı və hətta o ölüm ayağında olarkən belə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çalışır. Hətta deyir ki, ey əmi, la ilahə illallah deyir, qiyamət günü sənin üçün şəfaətçi olun. Lakin bu kəlməni deməkdən üz döndərir və kafir olaraq bu dünyadan köçür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm çox heyfslənir. Lakin Allah-u Teala ayə nazil edir ki, həqiqətən sən sevdiyini doğru yola yönləndirə bilməzsən, lakin Allahdır istədiyini doğru yola yönləndir. Başqa ayət-i kərimdə isə Allah-u Teala buyurur ki, həqiqətən sən hidayət edənsən, doğru yola yönəldənsən. Yəni irşadi olaraq, irşad edərək doğru yola yönəldənsən. Lakin o hidayəti isə qəlbə salan isə kimdir? Yalnız və yalnız uca Allahdır. Və Allah-u Teala isə bundan sonra deyir ki, və ulaikə humul muflihun. Və nicət tapanlar da, qurtuluşa varanlar da onlardır. Harda? Həm bu dünyada, həm də ki, ahirətdə. Ahirətdə də ki, onların qurtuluşu nədir? Cəhənnəm əzabından qurtulub, əbədi olan cənnətə daxil olmaqdır. Və sonra isə Allah-u Teala növbəti ayətlərdə, yəni növbəti səhifədə münafiqlərdən və kafirlərdən danışır. Və bu da növbəti səhifəyə aid olan ayətlərdir və mövzumuz o deyildi. Yəni bizə lazım olan bu birinci səhifədə olan ayətlər idi. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala məhz elə bu danışdığımız bu ayətdəki möminlərin sifəti ilə bizi sifətləndirsin və bizi öz hidayətindən ayırmasın və bizi həm bu dünyada, həm də ahirətdə nicat tapan qullarından etsin. Və doğrusunu Allah bilir. Və sallallahu aleyhi Muhammedin və alə alihi və sahbihi əcməin.